Deməli, Winchbotda Bluetooth-u qoşmaq üçün nə edirik? Əvvəlcə bunu göstərim. Yandırmışam. Bu düymədən vurub yandırmışam. İlk öncə kompüterimizin Bluetooth-unun açıq olduğuna baxırıq. Mən artıq qoşulmuşam. İndi bağlayıram mən. Baxın, bağladım və açıram. Artıq bax, Winchbot özü bildirir ki, sönüb. Və burada da Connect qeyd olunub. İndi mən bunu qoşmaq istəyirəm. Qoşmağım üçün, baxın, bu play düyməsini vururam. Vuran kimi burada Bluetooth və yaxud da USB istəyir. Bluetooth-u vururam və bu hissədə aktivləşir. Göy rəng oldu və bir vuran kimi artıq Winchbot hazır bir formadadır. Belə gəlsə də geri ox vurursunuz və indi mən istəyirəm bunu qoşam və Winchbot işləsin. Baxın, play düyməsini vuracaq. Əvvəlcədən də kod tərtib etmişəm. Deməli, baxaq. Baxaq. Göz vurur. Hello yazılacaq və happy